Rəşad yazıb ki, belə yaşayış olar. Demə mən Qriska paylaşmışam. Dedim ki, tərəvəzlə yerəm, üstündə ət olmaz, o olmaz, bu olmaz. Rəşad da yazıb ki, Rəşad qardaşımız belə yaşayış olar. Neyniyim? Qardaş ağzımdan laxta-laxta qan tökülürdü. Ağciyər xərçəngi. Babasilim var idi. Sonra mədə bağırsaq sistemim ishal və yaxud qəbz olma aləm qarışmışdı. Qaraciyərim böyümüşdü, yağlanmışdı. Böyrəklərim daşla dolu idi. Bu yaşama tərzinə keçəndən sonra, bu həyat tərzinə keçəndən sonra hamısı getdi. İndi xoşbəxtəm, düşüncələrim də gözəldir. Sağlamam, sevinirəm, yaşamaq istəyirəm. Amma o vaxt yaşamaq istəmirdim. Ölmək istəyirdim, qardaş, ölmək. Bax, indi sual verirəm sənə. Sağlam olmaq yaxşıdır, yoxsa xəstə? Bu həyat tarzı ilə baş verdi məndə, bu oldu. Gözəl qardaş. Vallah mən o qidalarla sevinirəm, doyuram da. Nəfs, əsas nəfsdir, nəfs. Ona qalib gəlməli, ona hakim olmaq lazımdır. Ölü qidaları az yiyin. Saatlarla pişmiş qida var, qatma qarışıq yeyirsiniz. Mədən dili olsa dillənər ki, ay qardaş, neynirsən? Belə.